Salam, hər vaxtınız xeyir. Azərbaycanın fizik-coğrafiya vilayətləri ilə bağlı din qəbul imtahanında düşmüş bir sualı izah edək. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kiçik Qafqaz fiziki-coğrafi vilayəti və Lənkəran fiziki-coğrafi vilayətidir. Qışı qura keçən mülayim isti iqlim tipi yayılmışdır. Qışı qura keçən mülayim isti iqlim tipi Kiçik Qafqaz fiziki-coğrafi vilayətində tam zolaq əmələ gətirsə də, Lənkəran fiziki-coğrafi vilayətində yayılmamışdır. Ona görə 1-ə gedəcək. 1. Abrazyon relyef formalarına rast gəlinir. Abrazyon relyef formaları dəniz dalğalarının yaratdığı relyef formalarıdır. Burada da Xəzər dənizinə çıxışı olan Lənkəran fiziki-coğrafi vilayətidir. 2-yə 2. İqlim göstəriciləri yerli çay şəbəkəsinin formalaşmasına imkan verir. Hər ikisində yerli çay şəbəkəsi formalaşır, çünki hər ikisi həm dağlıq, həm düzənlik ərazilərdən və müxtəlif iqlim tiplərindən ibarətdir. Ona görə bu oxşar xüsusiyyətdir. Ərazisində 2000 metrdən yüksək dağ zirvəsi mövcuddur. Kiçik Qafqaz fiziki-coğrafi vilayətinin ən hündür yeri Murovdağ silsiləsində Qamışdağ zirvəsidir, 3724. Lənkəran fiziki-coğrafi vilayətində də Talış silsiləsində yerləşən Kömürgöy 2493. Yəni hər ikisi 2000-dən yuxarıdır. Ona görə burada ortaq xüsusiyyətdir. Filiz faydalı qazıntı yataqları mövcuddur. Bu Kiçik Qafqaz fiziki-coğrafi vilayətidir. Ölkəmizdə ən çox filiz faydalı qazıntı orada yayılmışdır. Lənkəranda isə filiz faydalı qazıntı yoxdur. Ərazisində meşəsu və qotursu mineral bulaqları yerləşir. Bu da Lənkəran fiziki-coğrafi vilayətinə aiddir. Ona görə 1-ə 1-5, 2-yə 2-6, 3-ə də 3-4 düzgün cavabımız olacaq C variantı.